Onlardan da gözəl olmuşam da cavanlıqda mən. Yenə gözələm onlardan. Yanaqları çiyinləri ilə birdir. Deyir, yanaq burunu ötüb. Deyir, burun bax belə. Deyir, hə, bu hara gedirsən? Ayıya dönüb, porsuğa dönüb. Müğənni adını özünə qoyub studiyaya gələndə artıq hörmətsizlik eləmiş olur. Təklif də olubdur, gəl belə eləyək, partladaq belə olsun, gəl güya dalaşdıq, sonra barışaq falan. Ağlıma gəlmir heç elə bir şeylər. Sən də hardan tapırsan bu suallar, hardan ağlıma gəldi sən Allah? Qurban olum, verilişimizə baxırsınızsa, imkanlı şəxslərdən mənə o sualı verin, xahiş edirəm, hə deyəcəm. Hamının bir kaşkisi olur həyatda. Sizin kaşkiniz nədir? Bunları kəsərsən, ya da bunu da verərsən. Salam, hər vaxtınız xeyir olsun. Ev adamını izləyirsiniz. Biz bugün səsi, ifası və səmimiyyətinə görə sevilən müğənni Fədaya Laçının qonağıyıq. Xoş gördük Fədaya xanım, necəsiz? Xoş gördük, xoş gəlmisiniz. Sağ olun, yaxşıyam, yaxşı olasınız. Əvvəla təşəkkür edirəm bizi evinizə dəvət etdiyinizə görə. Qısa müddətli gəlmisiniz yenə. Bəli. Keçən gəlişinizdə Laçına getdiniz, doğulub böyüdüyünüz evi ziyarət etdiniz. Nələr hiss etdiniz? Əvvəla təşəkkür edirəm sizə. Uzun ömürlü olsun verilişiniz. İzləyicilərimizi də salam verirəm, xoş görmüşük. Onu danışmaq, vallahi mən heç dilimə gətirib fikrimi sözlərlə ifadə eləyə bilmədim. Məndən çox soruşdular, nə hisslər keçirdin. Qarışıq hisslərdir də. Gah ağladım, gah güldüm, gah sevindim, gah kövrəldim, gah belə qışqırmaq istədim, gah oxudum, gah oynadım. Oradakilərin yanında istər xəlvət, mən xəlvətə çəkilib o qədər ağladım ki orada. Həm ağladım, belə ağladığım yerdə gülməyim gəldi. Məsəl üçün biz orada 5 ulduz oteldə bizi yerləşdirmişdilər. Laçında 5 ulduz oteldə yatmışam. Belə baxıram pəncərədən meşəyə falan deyirəm ki, Laçındayam, yatmışam. Bu yuxudur, yoxsa mən həqiqətən Laçında 5 ulduz oteldə mən yatmışam. Əgər yuxudursa Allahım, oyanmayım da mən bu yuxudan, nə olar? Belə düşünürdüm öz-özümə ki, bəlkə yuxudur da oyanmayım. Bu arada bunu deməsək olmaz, həmişə deyirik, yəni yenə də Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərə rəhmət, qazilərə sağlamlıq, necə deyim, can sağlığı arzulayıram. Xalqımızı, dövlətimizi, millətimizi Allah qorusun deyirəm ki, nə yaxşı ki, bu günlərə biz gəldik, çatdıq, yuxu kimidir. Uşaqlığınızın hansı xatirəsi canlandı evinizi görəndə? Hamısı. O evimizi görəndə mən ağladım, birinci özümə adam başqa cür mümkün də deyil. Mən nə qədər deyirəm ki, mən möhkəməm, mən onlar kimi eləmərəm də, hamı gedən dağılır. Amma mümkün deyil, necə ağladım. Yadıma gəldi evimizdə, ikinci mərtəbədən baxanda mənim həmişə yadıma o düşür. Ağacdan işıq bağlamışdıq. Orada bizim cökə ağacımız var idi da. İkinci mərtəbədən baxanda orada bir ağac vardı. Orada işıq var idi. Qar yağanda, mən martda getmişdim. Martda da bizim kəndimizdə qar var idi. Bax, ona görə ağlıma gəldi o. Qar yağanda, qarın elə ki, bir dənə dənəsini tuturdum mən göydən. O işıq düşür, görünür axı. Onu izləyirdim yerə düşənə qədər. Küləksiz ki, qar yağır, iri-iri, quşbaşı qar deyirik də. Onun bir dənəsini izlədim, belə. Gəlirdi, düşürdü yerə, uçar. Sonra bir də elə bilirdim ki, o qar ki yağmır, elə bilirdim onun içindəyəm də mən. Girirdim onun içinə, yəni belə deyək, baxışımla da. Bir onu, yəni uşaqlıq xatirəmdir də. Sonra orada o qədər ortada qaldı, oynayırdıq ki, o evimizin qabağında. Qonşu qızlarla, sinif yoldaşlarımla, nə bilim, kitabxanaya gedirdik qızlarla, suya gedirdik, bulaqlara. Pencər yığmağa gedirdik, biz pencər deyirdik də onda, göyərti, özü bitən yerdə quzu qulağı, qoyun qulağı, quş ətbəyi, gicitgən, həmən kömənci, cürbəcür bitkilər bitirdi. Onda gedirdik, yığırdıq, kətə bişirirdilər, göyərti kətəsi. Onda içinə yağı qoyurduq, qəşəng yeyirdik. Bax, yəni ki, çox maraqlı idi, nə bilim, güllər, çiçəklər. Bu dəfə gəldiyimdə mən gəlmişdim ki, Laçına gedim Nərgiz Bənövşə dərməyə. Mənə dedilər ki, orada, mən özüm də bilirdim, əlbəttə. Dedilər ki, amma indi elə vaxt gəlmirsən ki, sən bir də mayda gəl, yayda gəl.
da, yəni bu gülün çiçəyin bitən vaxtına. Mən də heç yayı gözləmədim. Dedim Bənövşə Nərgiz elə may ayında olur. Gəlim, gedim Laçına. Sonra elə oldu ki, biraz xəstələndim. Allah bütün xəstələrə şəfa versin. Xəstələndim, anam da, oğlum da, evdəkilər də. Hamı dedi ki, əsas sənin canındır, canını sağlam olsun, o bir dəfə gedərik. Ona görə də ağladım xəlvətcə ki, mən niyə gedə bilmədim, Nərgiz Bənövşə dərmək istəyirdim. Bax, məhz ona görə gəlmişdim mən. Moskvadan biletimi alıb, gəlmişdim ki, gedəm Nərgiz Bənövşə yığmağa. Qismət. Amma bugün süfrəmizdə Laçının qızıl gülü var. Hə, Bənövşə dərə bilməsəz də. bəli, Laçının qızıl gülüdür bu. İndi deyəcəklər ki, oradan dərib gətirmişsinizsə, bu necə solmayıb? Xeyr, oradan dərməmişik, əziz izləyicilər. Onun toxumunu biz gətirmişdik. Həyətimizdə anam əkibdi. Elə gözəl iyi var. Həqiqətən də, vallahi, yəni, özün gördün də, elə güllər var ki, iyiləyirsən, lap bu boydadır, lap gözəldir. Amma iyi yoxdur da bir qram. Bunların iyi möhtəşəmdir. Qızıl gülümün rənginiyə saraldı, cavan arzularım ürəyimdə qaldı. Ağlayır güllər mənim halıma, yanır bülbüllər bu əhvalıma. Ağlayır güllər mənim halıma, yanır bülbüllər bu əhvalıma. Qızıl gülümün rənginiyə saraldı, cavan arzularım ürəyimdə qaldı. Qızıl gülümün rənginiyə saraldı, cavan arzularım ürəyimdə qaldı. Və bu da Qızıl gülümə mahnı oxudum. Fəday xanım, arzulardan danışmışkən, mən bilirəm ki, 3 iyun sizin doğum gününüzdür. Sizi təbrik edirəm, can sağlığı və xoş günlər diləyirəm. Çox sağ ol. Hər yeni yaş insan üçün həm hesabat, həm də yeni səhifə deməkdir. Yeni yaşınızda özünüzə hansı hesabatı verirsiniz və yeni səhifədə nələr olmasını istəyirsiniz? Ki, mən bilmədim ki, 50 yaşım nə vaxt oldu. Vallahi günlər, illər, aylar elə gedir ki, bir də gördüm ki, həqiqətən də 50 yaşım. 50 yaş az yaş deyil əslində, hə? Bir xeyli, yarım əsrdir də yaşayıram. Amma hələ də inanmıram ki, mənim 50 yaşım var. Heç özümü 50 yaşlı kimi də hiss eləmirəm. Elə bilirəm ki, elə cavanlığımdakı kimiyəm. Mən yəni belə hiss edirəm özümü. Amma bəzən olur ki, məcbursan ki, 50 yaşın var deyə özümü elə hiss eləmək məcburiyyətində qalamda hiss eləyirəm. Amma belə hiss eləmirəm. Həyatda düşünürəm ki, 50 yaşımdan sonra, bax, mən bunu düşünürəm ki, 50 yaşımdan sonra həyatda itirdiklərimin hamısı da olmasa, bir çoxunu geri qaytara biləcəyəm. Əgər ömür vəfa eləsə əlbəttə ki. İtirdikləriniz maddi itkilərdir, mənəvi itkilərdir? Mən maddiyyatdan danışıram. Mənəvi çox oldu. Mənəvi itirdiklərim necə eləsi var ki, qaytarmaq da olmur, qaytarmaq da ola bilər. Amma maddi itirdiklərini, yəni məsəl üçün mənə bəzən deyirlər ki, 30 ildə oxuyursan, bu cürə oxuyursan, sən canlı, gözəl. Amma sən məsəl üçün o fonoqram oxuyanlar kimi belə bahalı həyat yaşamırsan filan. Mən də düşünürəm ki, demirəm mən elə bahalı həyat yaşayacağam. Heç o arzum da olmur. Arzum olsa yaşayardım da. Onlardan da gözəl olmuşam da cavanlıqda mən. Yenə gözələm onlardan. Amma bəzi şeylər olub ki, öz səhvim ucbatından, məsəl üçün, mən əlimdən çıxıb, mən itirmişəm. Bax, o səhvlərimi düzəltmək. Yəni, özümə, öz səhvimə görə ki, əgər nəsə itirmişəmsə, artıq o səhvli, 50 yaşdan sonra özdə, yenə gec deyil, amma heç vaxt gec deyil. Eviniz yoxdur, hə? Heç vaxt gec deyil. Hə, məsəl üçün, 50 yaşımdan sonra ömür vəfa eləsə, Allah izin versə, evim olacaq mənim. O zaman gələn dəfə sizin öz evinizdə çəkirik. İnşallah, bəli, elə də olacaq, söz. Mən ona görə sözümə belə başladım ki, mən özümü 50 yaşlı kimi hiss eləmirəm. Mən özümü 50 yaşlı, yəni ahıl deyək də, ağ bir çək, ahıl. Əgər elə hiss eləsəm, ruhdan düşərəm, elə bilərəm ki, tam mən qocaldım, mən ev ala bilərəm məndən sonra. Amma mən elə bilirəm ki, mənim gələcəyim hələ qabaqdadır. Geriyə baxanda dop dolu yaşamışam bu həyatı deyə bilirsiniz. Bəli. Elə yaşamışam da ona görə. Nə gözəl. Bəli, mən dop dolu yaşamışam həqiqətən. Yaşınızın artması sizi qorxutmur. Qətiyyən, yox.
Qorxutmur. Niyə qorxutmur? Çünki hər yaşın öz gözəlliyi var. Və ilk öncə mən hər şeyi olduğu kimi qəbul edən insanam. Hər şeyi qəbul edən insanam. Yəni Allah eləməsin, bir hadisə baş verərsə filan, mən deyirəm ki, tabii bu oldu. İndi bu yaşdır da, hamıdır. İlk mənim başıma gəlməyib ki, 50 yaş. Mən qəbul edirəm ki, mən yaşdaşıram. Bəli, 50 yaşım var. Amma niyə ruhdan düşmürəm? Məni sevənlərim var. Mən necə deyim, insanlar həqiqətən çox sevirlər. Bax, ona da bəzən əlbəttə bu Allahın lütfüdür. Mən şükür eləyirəm bu sevgiyə görə. Amma bəzən deyirəm ki, Allahım, axı məni niyə bu qədər sevirlər ki də? Çoxdur, yəni qurban olum Allaha. O qədər çoxdur ki bu sevgi mənə. Çox olsun, kim istəməz çox olsun. Amma yəni dəyərləndirirəm də. Deyirəm, lap çoxdur da yəni. Ona görə də məni sevənlərimin sevgisi, bax sizin bu diqqətiniz, nə bilim o efirlərə dəvət edirlər, verilişlərə, hamısı. Yəni məni yaşadan budur. Məni qocalmağa qoymayan bax bu sevgidir. Həyata bağlayan ki, hə, deməli mən yaşayıram, məni sevirlər. Mən niyə ruhdan düşməliyəm ki, 50 yaşım var deyə və yaxud başıma nələrsə gəldi deyə ruhdan düşüb oturmalıyam? Xeyr, məni sevənlərimin sevgisi yaşadır. Estetik əməliyyatları 50 yaşdan sonra düşünürük yoxsa? Xeyr, ola bilər ehtiyac olsa, hələ ki eləməmişəm, eləmək də istəmirəm, düşünmürəm də. Amma ola bilər bəlkə 60 yaşımda. Hə, elətdirməmək üçün hə vallah, həqiqi mübarizə aparıram. Necə? Onu da necə deyim? Düz deyirsiniz. Bəzən elə bir təklif eləyirlər. Gəl biraz belə eləyək də. Gəl nə bilim burada biraz qırış var. Gəl burada 2 toçka deyək də, 2 nöqtəyi balaca deyir, vuracaq. Deyirəm, yox, sonra pis olar. Bax, mən elə bilirəm ki, sonra pis olar. Hə, vuracaqlar, mən hamıdan gözəl olacam, bilirəm. Çünki məndən eybəcərlər, indi məndən gözəldilər. Hansı ki, onu vurmasaydılar, çox-çox eybəcər bir insanlar idilər də. İndi İraq yaxşıların canından, gözəllərin canından. Gözəllər də eləyib, baxı, İraq o gözəlləri demirəm. Hə, amma eybəcərlər ki var, onlar məndən gözəldilər. Bilirəm ki, mən əl gəzdirsəm üzümə, gözümə, o cürə. Mən lap gözəl olaram. Amma bəs sonra, o bir müddətdir də, 4 ay, 5 ay, 6 aydan sonra o bir də qırışacaq. Bir də, buraxdıqca daha çox. Adam var, valla, üzr istəyirəm, ya Allah, desəm xətirə nə deyəcək, yanaqları çiyinləri ilə birdir. Yanaq burunu ötüb, burun qalıb belə, deyir, bu neyini, belə. Bu Fərdanın sözü daha mənimdir. Deyim, yəni haqqını yeməyə. Deyir, yanaq burunu ötüb, deyir, burun baxıb belə. Deyir, hə, bu hara gedirsən? Səday xanım, siz sevənlərinizdən danışdınız. Bu yaxınlarda sizin bir Instagramda paylaşımınızı gördüm. Statuslarınızda hansı şərhlər yazılırdı, negativ şərhlər. Qeyd etmişdiniz ki, eyni adam saxta profillərdən istifadə edir, yazır. Yəqin ki, belə başa düşdüm, hə. Öyrəndiniz kimdir? Yox, öyrənmədim kimdir. Mən niyə belə başa düşdüm? Çünki mənim heç bir paylaşımımın altına bu qədər olmamışdı. Ola bilər biri yazsın ki, bunun da səsi yoxdur ki, bu oxuya bilmir. İndi zövqü yoxdur, xoşuna gəlməyib, ola bilər. Mən də nəsə, həmişə məni izləyənlər, oxuyanlar bilirlər. Çox mizahlıyam. Həm də mənfi yazana da mən müsbət bir cavab verirəm. Nə bilim, biri yazır ki, şeydir, bu kofta ilə bu şalvar heç getmir. Mən də onu yazıram ki, hey, mən də ömür, mən nə vaxt düz geyinmişəm, güya. Belə yazıram, ölürlər. O özü də mənə nə şən imişsiniz, nə xoş imişsiniz. Mənfi yazanı da mən sevgisini qazanıram. O dönür mənə. Başa düşdünüz? O xoş yazır. O bir dəfə baxıram ki. Mənfi yazan uzaqbaşı belə olar. Sizi qıcıqlandırmaq mümkün deyil. Gəlmədi. Və yaxud da ki, indi yaxşı oxumadı. Amma bura çox yazıb, özdə cürbəcür səhifələr və fake səhifələr. Heç birində şəkil yox, izləyici yox. Baxırsan ki, təzəcə açılıb, elə döşür. Nətər olur mənim bir dənə... Məqsədli şəkildə... Yəqin ki, məqsədli şəkildə. Yox, bilmirəm kimdir. Heç mən axtarmadım da kimdir. Mən axtaranam onu. Kimdə bu mənə pis yazan? Yəni, məni sevənlər çoxdur. Sevməyənlər azdır və qəbul edirəm ki, sevməyən də ola bilər. Amma belə artıq təhqir yazır. Bir var ki, yazsın ki, səsi xoşuma gəlmədi. Bu da qocalıb, və yaxud bu da kökəlib, nə bilim, ayı kimidir, üzr istəyirəm. Yazırlar, elə də yazırlar. Ayıya dönüb, porsuğa dönüb. Mən də belə uzaqbaşı bir küsmək qoyuram. Sosial media çox acımasız. Hə, valla. Amma bir də var ki, təhqir. Amma yenə maraqlanmıram. Yəni, bir nəfər olduğu bilmirəm, ha, kimdir. Mənim düşmənim zadım, valla, bilmirəm kim olar.
Mən hamı ilə belə xoş rəftardayam. Üzünüzü tutub nə demək istərdiniz? O Özümü şərhlər tutub demək yazanlara? istəyərdim ki, artıq onda Tolikin səhifəsində mən gördüm. Tolik paylaşmışdı ki, heç kim düşünməsin ki, fake hesablardan nəsə yazacağım, ağzıma gələni və məni tapmayacaqlar. Artıq belə bir qanun var, məsuliyyətə cəlb olunacaq elə bir insanlar, onu da biləsiniz, əzizlərim, əziz dostlarım və düşmənlərim. Texnologiya o qədər inkişaf edib ki, səsi olmayanlar belə studiyaya girib müğənni ola bilir. Sizcə bu sənətə xəyanət, tamaşaçıya hörmətsizlik deyil? Xəyanət eləyən o oxuyuram, özünə oxuyan deyən, amma oxumur. Müğənni deyək də, indi müğənni mən deyirəm, mən oxuyan hər adama demirəm. O müğənni adını özünə qoyub studiyaya gələndə artıq hörmətsizlik eləmiş olur. Studiya neynəsin? Studiyada görür ki, bu oxuya bilmir. O da orada düzəltməlidir də onu, detonları, nə bilim nəyləri düzəltməlidir də. O da studiyada işləyir, onun da işi odur. Sənətə xəyanəti, tamaşaçıya hörmətsizliyi, yəni texnologiya onu eləyən eləmir. Demək istəyirəm ki, müğənninin özü eləyir. Oxuya bilirsənsə, gəl oxu. Oxuya bilmirsənsə, səni o texnologiya inkişaf eləyib deyə sənin bir mahnın çıxacaqsa. Yəni bu əlbəttə hörmətsizlikdir. Bunda elə o oxuyanın özü eləyir, yəni texnologiyalıq bir şey yoxdur. Bugün bilirsiniz də bir mahnının hit olması üçün səs və istedaddan daha çox sosial şəbəkələrdə trend olması bəs edir. Bəs bu musiqimizin keyfiyyətini hara aparır? Hə, siz fikir vermisinizmi? Trenddə heç də yaxşı, yəni sənət əsərləri trenddə düşmür. Düşməz heç vaxt. Amma məsəl üçün mən 30 ildə oxuyuram, o qədər bəstəkar əsərləri, nə bilim, o qədər şeylər oxumuşam ki, biri də trendə düşməmişdi. Biz Pərvin Səfərovla Dostum adlı bir duet oxuduq. Onu da o təklif elədi mənə ki, gəlin Fəda xanım, belə bir duet var, oxuyaq. Belə idi. Dostum, o deyir, ay can. Mən deyirəm, o gedəndən yaman, qaradı qanım. Dostum, ay can. Belə dostum, ay can, belə bir-birə xitab eləyirik. O Aycan sözünə görə o getdi, düşdü trendə. Dedim, mən də trenddə olarmışam, Allah sən saxla. 30 ildə oxuyuram, əsərlər yaradıram, trend. Dostum, Aycan. O Aycan olmasaydı, o mahnı trendə düşməzdi də, çünki orada mən var idim də, başa düşdünüz. Yəni, sənəti olan adamların mahnıları trendə heç vaxt düşmür. Ona görə də trenddə bilirsiniz də hansı mahnılardır. Demirəm, pis mahnılardır. Elə mahnılar var ki, adamın sümüyünə də düşür, laf belə durub sındıra-sındıra oynayarsan da. Amma sənət əsəri deyil də, bu sənət deyil, sənətkarlıq deyil. Elə onun özü də hörmətsizlikdir də. Vallahi biz nə qədər çalışsaq da ki, saxlayaq, biz qoymayaq, biz yaxşı sənət nümayiş elətdirək, yaxşı oxuyaq ki, qoy, yaxşı olsun. Amma pis oxuyanlar yaxşı oxuyanlardan çoxdur deyə. O, nədir o texnologiya dediniz, bax, studiyaların hesabına müğənni olanlar gəlirlər də, canlı oxuyanda da oxuya bilmirlər. Sənətkarlığı orada bilinir, canlı oxuya bilmirlər. Heç nə, hara aparacaq? Cəhənnəmə. Belə deyək. Nə qədər tutub saxlayırıq, yenə olmur. Şou biznesdə dostluq mövzusu zaman-zaman müzakirə olunur. Sizcə bugün həqiqi təmənnasız dostluqlar qalıb, yoxsa hər şey qarşılıqlı maraq üzərində qurulub? Şou biznesdə... Ümumiyyətlə, özünüzü şou biznesin arasında görürsünüz? Özümü, mən valla şou biznes... Mən şou göstərmirəm deyə. Amma biznes var axı. Ona görə mən həmişə bu suala qalıram ki, yəni bu sənətlə mən pul qazanıram, amma şou nümayiş elətdirmirəm, mən sənət nümayiş elətdirirəm. Ona görə də şou biznes deməyək də. Heç deyən olmuyubmu ki, gözəl səsiniz var, ay Fədaya xanım, biraz gündəm üçün siz də o şou göstərməyə meyilli olun. Hə, deyiblər. Razılaşmamışsınız. Hə, razılaşmamışam əlbəttə ki, şou göstərmək, nə bilməyib valla. Qalma-qala da mən istəmirəm heç vaxt, mənə o təklif də olubdur. Gəl belə eləyək, partladaq belə olsun, gəl güya dalaşdıq, sonra barışaq falan. Demişəm, nədən, bəs o biz barışana qədər, o cəmaat bilənə qədər ki, biz barışdıq, bizi söyəcəklər axı. Hə, niyə dalaşaq axı? Hə, yəni bu təkliflər olub reklam üçün, o şeylərə getməmişəm. Və qalma-qala sürükləmək istəyənlər də olub. Mənə məsəl üçün biri bir çəkiliş eləyib, bir haqqımda nəsə danışıb. İndi mən cavab verməliyəm. Məndən sual veriblər ki, filan kəs sizdən belə dedi. Demişəm, o elə deməz. Dedi də, çəkiliş var filan. Deyib də, qoy desin. Yəni, cavab verməmişəm mən. Deyim, özü ilə görüşəndə deyərəm ona ki, balam, nə əcəb, niyə o mənim haqqımda elə danışsın? Da jurnalistə deyirəm, nə bilim, belə sual verdik, belə dedi, məsəl üçün.
Deyirəm ki, onda mən onu özünə deyərəm də. Valla buradan deməyə mənim sözüm yoxdur. Mən ulduz həyatı yaşamıram. Ulduz da deyirəm. Ulduz göydə olur. Ulduz əl çatmaz olur. İndi artıq, artıq elə düz demişdim də qaqa. Bir sən ruski yazışın olub getmişəm Moskvada yaşayandan bəri. Uje zad deyirəm. Ulduzlara da əl çatır, aya da əl çatır. Valla günəş yandırmasa günəşə gedərdim mən. Günəşi sevirəm çünki. Ulduz həyatı yaşamıram ki, durum olar kimi eləyim də. Məndə təbiidir. Deyirəm ki, görüşərik, deyərəm. Niyə cəmaata bildirə-bildirə dalaşaq biz? Təmənnasız dostluqlar qalıb, yoxsa hər şey qarşı xumaraz? Mən bilmirəm, bəlkə bizim aləmdə, bu musiqi aləmində bəlkə kimlərsə təmənnasız dostlar deyərəm, acıqlarına gələr. Bəlkə də var, amma mən görməmişəm və deyirəm ki də yoxdur. İstisnalar var əlbəttə ki, dediyim kimi. Show biznes mühitindən götürsək, yaxın sirlərinizi paylaşdığınız, dostluq etdiyiniz kimsə var? Yox, mən heç vaxt olmayıbdı. Yəni bizim aləmdə heç vaxt olmayıbdı. Mənim sirlərimi paylaşdığım, həmişə getdiyim, dərdimi, nə bilim, sevincimi bölüşdüyüm biri olmayıbdı. Ya evlərinə gedəm, gələm, ya darxanda yığam, ya bu çağıranda mən gedəm oturam, mən çağıram, gedək oturaq çörək yeyə. Olmayıb belə bir şey. Bizim sənətdə heç kimlə dost deyiləm, yaxın dost deyiləm. Amma hamısında xətrini çox istəyirəm, hamısı da məni çox istəyir. Yəni düşmən də deyiləm, problemim də yoxdur heç biri ilə. Sadəcə yaxın münasibət qurmamışam heç vaxtı. Bilmirəm, necə olubsa belə bizim musiqi cəmiyyəsində mənim rəfiqəm, dostum yoxdur. İndi mən bu sualı verməsəm, yazacaqlar ki, Tacir Şahmalıoğlu'ndan çox yaxın dost olublar. Sənət yoldaşı olmuşuq, dost olmuşuq. Dost ayrı, siz deyirsiniz, görürsünüz davamlı olmadı. Gördünüz? Deməli, maddiyyat. Gördünüz? Belə biləm, bəs elədi bu qədər bu sualın cavabı. Bəli. Fədə xanım, insan çətinə düşəndə ətrafı ələkdən keçir deyirlər. Yamanca keçirir. Yamanca. Sizin də həyatınızın sınaq dövrü oldu. O dövrdə kimlərin sadiqliyi sizi təəccübləndirdi, kimlərin yoxluğu qəlbinizi qırdı? Valla açığı məni heç nə təəccübləndirmədi. Heç nə məni təəccübləndirmir həyatda. Belə bir böyük bir şey, yəni təəccüblü bir şey deyil. Amma dəyərləndirmək, qiymətləndirmək var da. Nə də ki, qəlbimi sındırmadı heç kimin hansısa bir hərəkəti. Valla çünki mən heç kimdən heç nə gözləmirəm deyə. Nəsə alınmayanda da pis olmuram. Gərək gözləyəsən ki, o eləməyəndə pis olursan da. Mən heç kimdən heç nə gözləmirəm. Amma mənə xoş gələn, belə ləzzət eləyən nə oldu? Tanıdığım adamlardan çox, hansı ki mən onlara o qədər toy oxumuşam, bir kəlməsinə getmişəm havayı toyuna, nə bilim dost olmuşuq, get-gəlli olmuşuq da belə. Bunlar, yenə deyirəm, istisnalar var, bir ikisinin çıxmaq şərti ilə. Bunlar çəkildi, tanıdıqlarım. Mənim arxamda duranlar, məhz tanımadığım, heç vaxt tanımadığım adamlar və tanıdığım, amma illərdə tanıdığım, amma mən hələ onun bir dəfə havayı bir dənə toyunu oxumadığım adamlar oldu. Mənim Laçında dostlarım var, məsəl üçün. Bir dəfə mənə həmişə xeyir veriblər də, istifadə eləməyiblər ki, gəl bizim toyu havayı oxu. Həmişə xeyir veriblər. Yəni, bir dəfə, onlar elə adamlar çəkilə bilərdi də, pulu ilə mənə toyuna aparıb da uzaqbaşı. Amma mən axı dəfələrlə sizə toylar oxumuşam, havayı, bir kəlmənizə, həmən adamlar çəkildilər. Bax, mən ona biraz belə təəccüblənmədim, sadəcə düşündürdü məni ki, həyat buymuş. Yaxşılıq edib nankorluq görəndə reaksiyanız necə olur? Həmin adamdan uzaqlaşırsınız, yoxsa üzünə deyirsiniz? Yox, demirəm. O qədər yaxşılıq eləmişəm, nankorluq görmüşəm, görə-görə də gəlirəm. Demirəm, amma əvvəlki kimi olmuram artıq. Yenə eləyirəm elədiyimi. Amma əvvəlkini görmür məndən ki, əvvəlki münasibəti, əvvəlki səmimiliyi, özü də hiss eləyir ki, tutmuşam onu. Amma demirəm. Deməmək sizcə düzdür? Yox, mən demirəm, amma hərəkətimlə eləyirəm ki, bildirirəm ki də, hiss elətdirirəm özüm ki, yəni sən orada səhv eləmirsən, amma məsələn, deyərəm, nə vaxt deyərəm, mən bir yüngül bir səhvim olar, o mənə desə ki, məsəl üçün, mən niyə zəng elədim, zəng eləm götürmürsən telefonu, məsəl üçün də üstümə belə gələrsə və yaxud nəsə, onda deyərəm ki, sən məndən nəyi səhv tutursan, bəs mən səndən niyə filan şeyi səhv tutur? Məsəl üçün, mən cüzi dedim də, olub ki, baxmışam ki, bu elə bilir ki, elə demirəm, elə bilir belədir. Onda demişəm ona ki, mən susanda elə bilməyin ki, dilimə gətirmirəmsə, bilmirəm, görmürəm. Sən səhvsən. Onda da özü utanır. Ondan sonra yəni özün də
yaxşı aparmağa çalışır da yəni. Amma yenə də nankordur da. Fəday xanım, sizi o vəziyyətə salan insanlara və hadisələrə qarşı qəlbinizdə inciklik qalıb, yoxsa Xeyr. hər şeyi taley olaraq Xeyr, qəbul hər şey həyatdır, taleydir və mən həmişə hər ziyanda bir xeyir görmüşəm. Bunun da mənə xeyri oldu, ziyanı oldu. İnsanları tanıdınız. İnsanları tanıdım, biraz daha sevildim, hamıdan fərqli olaraq. Bir var ki, hadisələr başa gələndə adam hörmətdən düşə bilir filan. Mən biraz daha Allahın lütfüdür. Yəni mən deyirəm ki, hər şeyi ona görə mən qəbul elədim ki, qəbul eləməyib necəsini. Sadəcə üsyan eləmədim də. Ağlamadım, məsəl üçün üsyan eləmədim. Oturub fikir-dərd əlbəttə faciədir, dərd ayrı düşmüsən. Amma mən onu Allahın lütfü kimi qəbul elədim. Hikmət var idi. Dedim, burada bir hikmət var idi. Həqiqətən də o hikmətdir. Böyük bir hikmətdir ki, gözdən düşmək əvəzinə biraz da qalxmaq, o əlbəttə hikmətdir. Bəli. İnsan ağır şeylər yaşayanda, hadisələr bitəndən, üzərindəki o yük sanki gedəndən sonra rahatlayır, düşünməyə başlayır və o itirdiyi illəri, ayları nə ilənsə doldurmaq istəyir. O 2 ili necə kompensasiya etdiniz? Valla biraz darıxmışdım. Məsəl üçün, əzizlərim üçün, səhnələr üçün, insanların məni qarşılamağı, alqışları üçün, sevgisi üçün, gül çiçəklər üçün darıxmışdım. Bir də aya baxmaq üçün çox darıxmışdım. Mən tək o 2 ili yox ki, mən ümumiyyətlə illərimi itirmişəm həyatda. Yəni, bada verdiyim illərim çox olubdur. Mən o ili də elə onlar kimi heç fərqləndirmirəm. Orada da pis deyil idi mənim üçün. Ora əgər pis idisə, ondan da pis mənim həyatda günlərim olub. Əgər həyat yaxşı idisə, heç orada pis deyil idi. Orada da mənim üçün, məsəl üçün, sağ olsunlar qızlar, necə qulluq eləyirdilər, hamı hörmətimi saxlayırdı. Bir dənə özümə çay süzməyə qoymurdular ki, mən durum özümə bir dənə çay süzüm. Ya çay içdim, durum stəkanımı yuyum qoymura. Fədaya bacı biz eləyəcəyik. Yəni, belə qulluq olunub, hörmət görmüşəm həmişə harda olub. Əziyyət çəkmədim çox. Yenə deyirəm, əziyyət o mənəvi insan əziyyət çəkir. O yorğanın altında yastığıma ağlamağım olubdu. O əziyyət deyilmi? Amma belə əziyyət orada olmayıbdı. Orada mən sadəcə oturdum, böyle bir qulluq elədilər, dincəldim. Görmədiniz, nətər top kimi çıxmışdı. Sevgi gördüyünüz hər yerdə sanki daha da ruhlanırsınız. Bəs bu yaşadıqlarınız sevgiyə qarşı baxışınızı dəyişmədi? Yox, dəyişmədi sevgiyə qarşı baxışımı. Mən əksinə həmişə deyirəm ki, sevin, sevilin. Mən sevənləri sevirəm. Məsəl üçün, bax, məni sevirlər, mən onların sevgisini sevirəm. Sevgili də, deməli, bu insanların qəlbində sevgi var da, o var. Amma adam var, o bayaq dediniz, o mənfi yazanlar, onun haradan olsun, onun qəlbində bir belə sevgi olsa, ya anaya, ya övlada, ya dosta, tanışa, nə bilməyim, qardaşa, özünə də yoxdur bu adamın sevgisi ki, yəni, elə adamın ağzından, bir belə sevgisi olan adamın ağzından heç vaxt tanımadığı adama pis bir fikir, mənfi bir rəy yazmaz, söz çıxmaz, pis söz. Sevmək lazım. Sevgidən danışmıram əslində Fədaya xanım. Yox, sevgidən danışırıq. Bəli. Əks cinsin nümayəndə. Qoy sevsinlər, sevilsinlər. Niyə ki, mən deyim ki, sevməyin, sevgi pis şeydir. Mənə qarşı, yox, mənə görə də sevənlər var, amma mən sevmirəm. Niyə? Yoxdur o hisslər. Həyatınızda yeni səhifə. Yox, istəmirəm. İstərim yoxdur. Heç vaxt istəməmişəm mən əslində. Qismətdir də. İndi istəmirəm, elə bir fikrim yoxdur, elə bir ağlıma gəlmir heç elə bir şeylər. Sən də hardan tapırsan bu suallar? Hardan ağlıma gəldi sən Allah? Elə bir mahnınız varmı ki, onu oxuyanda xatirələriniz canlanır, ümumiyyətlə onu repertuardan çıxarmısınız ya da çıxarmaq istəmisiniz? Çətin yox, heç repertuarımdan xatirələr, mən bütün mahnıları oxuyanda mənim gözümün qarşısında xatirələr əlbəttə canlanır. Ağır olan mahnılar var. Məsəl üçün, mən ana mahnısı oxuyanda, özüm də qəriblikdəyəm axı orada. Qəriblikdən ana mahnısını oxuyanda elə bir cəmaət ağlayır toyun ortasında. Sonra da deyirəm ki, düşən mahnılar oxuyuram, durub oynamırlar. Sonra deyirəm ki, musiqiçilərə ki, bir dayanırlar. Özüm oynayır. Deyirəm, ağlamağı gəlməmişsiniz də oynamağa. İnsanları belə o qədər yəni ki, onu dərdlə oxuyuram ki.
Yəni yaşayıram da. Nə bilim İbrahimin məsəl üçün Allah can sağlığı versin İbrahim Tatlıses'i mən onu çox sevirəm. Onun Bəbəyin mahnısını mən həmişə Bəbəyin mahnısı çıxandan mən onu oğluma onda oğlum uşağı idi. Hələ də yekə oğlan da 32 yaşı var. Mən yenə də Bəbəyim sana ömrüm bu mahnını həmişə mən ona oxumuşam. Yox, repertuarından çıxartdığım bir şey olmayıbdı. Heç ağlıma da gəlməyibdi ki, falan mahnı oxuyanda mən pis oluram. Bunu oxumayım. Əksinə ən çox pis olduğum mahnıları mən çox vaxt istəyirəm ki, oxuyum. Yəni duyğulandığım mahnıları çox vaxt istəyirəm oxuyum əslində. İnanırsınız belə görürsünüz ki, 5 gün, 10 gün oxumayanda xəstələnirəm, belə birtəhər oluram. Mən onu oğlum Əlhəm deyir ki, amma deyir mən çözmüşəm, mən səndə tutmuşam. Sən oxumayanda xəstələnirsən. Sən xəstələnəndə harası gedib oxuyanda sağalırsan gəlsin. Haqqınızda yayılan hansı şayiə və ya xəbər sizi çox incidib və ya qıcıqlandırıb? Vallahi mən heç bir şayiə, heç bir xəbər incitmir, qıcıqlandırmır. Çünki tanınmış adam belə olmalıdır da yazırlar. Bəs bilməlisən də ki, belə də ola bilər. Kimsə yalandan bir şayədir buraxdı. Heç bir məni narahat eləməyib. Bir dənə mənim ölüm xəbərim yayılanda evdəkilərə görə, anama, oğluma, bacılarıma görə çox narahatçılıq keçirmişəm. Ki, bunlar eşidib necə olarlar da. Bax, ona bir dənə mən çox narahatçılıq keçirmişdim. O da onlara görə. Özümə görə heç nəyə. Tacir Şahmaloğlu ilə duetləriniz hələ də yaddaşlardadır. O uğuru yenidən başqa bir tərəfdaşla təkrarlamaq düşünürsünüz? Yox, o mümkün deyil. O səslər, bu ikimizin səsimiz, o mümkün deyil ki, mən təzədən onu tacirin özünə də sual veriblər. Versəniz, o da yenə də elə deyəcək. Çünki bu təkrar olunmaz bir duet idi. Səsimizin oxşarlığını deyirəm, səsin, ruhların oxşarlığını deyirəm, duetlərin bir-birinə yaraşmağını, tutmağını deyirəm, insanların çatdıra bilməyimizi, onu deyirəm. Başqa oxuyanlar da var, əlbəttə oxumuşam da duetlər, amma o cürə alınmayıb və yenə də deyirəm, alınmaz da. Alınmaz. İnsanlar nə qədər gözəl oxuyarıq, yaxşı oxuyan ola bilər ki, bir qəşəng mahnı oxuduq, hə, nə gözəl oxuyublar bunlar. Amma Tacirlə mənim duetimizi xalqın qəbul elədiyi kimi, yəni qəbul eləməzlər, o cürə qəbul olunmaz. Bu artıq xalqın yaddaşına yazıldı. Rəhmətli böyük bəstəkarımız ruhu şad olsun, Tahir Əkbərin Əzizim mahnısı. Məsəl üçün bizdən sonra o Əzizim mahnısını bir neçə oxuyanlar oxudular. Duet oxudular. Nazpəri xanımla Samir Cəfərov xalq artistidir, ikisi də oxudular. Amma elə bil ki, gözəl də oxumuşdular. Amma Tacirlə mənim ifamda daha çox sevildi, yadda qaldı. Və yaxud bizim Ney Səsiyə mahnımızı çox oxuyanlar oxuyub. Manafla Könül duet oxudular. Azəri qızı Günel oxudu tək. Cavan qızlardan ayırla adını yadımdan çıxacaq, inciməsin. Məndən özü xoşduram onu oxumağı. O qız da oxuyubdu, çoxlar oxuyublar. Amma elə bir ki, bizim mahnı kimi olaraq elə Ney Səsiyəm, yəni bizim mahnı kimi yadda qalıb və qəbul olunub. Ona görə deyirəm, səslər tutuşmalıdır. Duet oxuyanları çoxdur, siz bilirsiniz. Bəli. Çoxdur da. Amma özümüzü tərif kimi çıxacaq. O duetdə möhür ki, xalqın yaddaşında bir duet kimi qalsın sənət, həm də sənət nümayiş elətdirmək. Yəni o Tacirlə Fədaya da var. Tacirlə Fədaya dueti də var. Əlbəttə bizdən qabaq öncələr olub, böyük sənətkarlarımızın duetləri olubdur. Yenidən Tacir bəylə ola bilər ki, yenidən Tacir müəllimlə, yox. Yenidən duetlərimiz olmayacaq, amma toylara düşürük, biz oxuyuruq. Bizi bir də görsən ki, mən Moskvada yaşayıram da, bir də görsən məni oradan bura görürlər, gəlirəm ki, Tacirlə. Bir də görsən mən oradayam, Taciri buradan danışırlar ora ki, nə var ki, Fədaya ilə Tacir toyumuzu oxusun. Həmin toy konsert kimi keçir. Həmən toyda insanlar inanırsınız, belə yemək, əllərində qaşığı, çəngəli qoyurlar yerə. Bəzən o səhnə arxadan belə qalıb baxırlar, and olsun Allah. Biz oxuyanda muğam, nə bilim, həzin mahnılar da belə oxuyuruq. Amma yenidən duet şəklində işləməyimiz, mahnı lentə aldırmağımız kimi mənim belə bir fikrim yoxdur. Yəni hamının bir kaşkisi olur həyatda. Sizin kaşkiniz nə idi? Kaşki gözəl olmayaydım, sarılıban solmayaydım, ay senden ayrı olmayaydım, ayrılanda yanıram mən. Kaşki gözəl olmayaydım, kaşki gözəl, yəni başıma bəla, belədir. Bunları kəsərsən, ya da bunu da verərsən. Heç anamı indi daha yaxşı anlayıram dediyiniz an olub? Hə,
İndi daha yaxşı anlayıram. Deyirəm də mənim gələcəyim hələ qabaqdadır. Mən 50 yaşımdan sonra başlamışam insanları indi də həyatı başa düşməyə. Həqiqətən mən indi Hansı hadisədən sonra demisiniz onu özünüz? elə o hadisədən sonra böyüdüm elə bil. 41 yaşım var idi mənim onda. Mən uşaq olmuşam elə bil ki. Ondan sonra böyüdüm. Uşaq ki balaca böyüyür. İndi də biraz böyüyürəm. Böyüyə hələ. Gedim. Mənim oğlum bəzən mənə deyir ki, mən bunu indi söz gəlişi dedim, böyüdüm. Amma oğlum mənə deyir ki, "Mama sən nə vaxt deyir böyüyəsən? Sən elə uşaq qalmısan?" deyir. Multfilmə baxıram, kuklaları sevirəm. Oyuncaqlar görəndə uşaqların oynamalı yerlər olur, parkda zətdə. Özüm atıram ora, istəyirəm tullanım o toplar var, balaca. Onun içində oynayıram. Bilmirəm, bəlkə uşaq vaxtı bizim uşaqlığımızda bunlar yox idi deyə bəlkə. Öz də ən möhkəminə minirəm. Bir hansını adını da bilmirəm. Belə gedirik. Bizim bildiyimiz. Adam, mən orada gülürəm. Nə qədər gülürəm, stres atıram. O gedir, mən qışqıra gülürəm. Instagramda canlı açmışdınız. Konsert düşündüyünüzü dediniz. Konsert düşünürəm əslində. İzləyiciləriniz də çox istədiklərini yazdılar. Hə. Əslində bir hesabat konserti istəyərdim verim. 30 ildir. Sənətə gəlməyimin 30 illiyi idi. Həyata gəlməyimin də 50 illiyi. Onun üçün təşkilatçı, onun üçün sponsor, necə deyim, belə işlər lazımdır. Mən də o işləri görən, nə özüm o işləri görən adamam, nə də elə bir adamım var. Ona görə də belə bir mən gözləyirəm ki, mənə təklif eləsinlər. Desinlər ki, sən Allah gəlsə xərcimi çəkək, konsert eləyək. Mən ömür boyu onu gözləmişəm. Onu da eləyən yoxdur. Qurban olum, verilişimizə baxırsınızsa, imkanlı şəxslərdən mənə o sualı verin, xahiş edirəm. Hə deyəcəm. Həmişə arzum olub ki, əslində mən bir dənə konsert eləyim. Möhtəşəm bir zalların birində. Mən Zeynəb xanımı çox sevirəm də. Mən böyük sənətkarlarımızın hamısını sevirəm, hamısını dinləyirəm. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Zeynəb xanımın da belə səhnədə görünüşü vəs eləyir. Oxumağı, mahnıları ilə mən yaşayıram da. Yəni istəyirəm ki, Zeynəb xanımın mahnılarından ibarət bir konsertim olsun mənim. Bax, bu mənim arzumdur da. İndi onu bilmirəm, həyata keçirə bilərəm yoxsa yox. Bu arzumdur. Və hələ istəyərəm özü də əyləşsin. Zalda da yox, belə zalda da ola bilər. Amma düşünürəm ki, elə səhnədə şah kimi bir şah taxt tacında Zeynəb xanım əyləşə, məsəl üçün. Xəyallara bax, ya Allah. Mən də onun qarşısında onun mahnılarından ibarət bir konsert. Və Zeynəb xanımın bir paltarını mənə bağışlasın, mən o paltarda mən çıxış eləyim. Instagram hesabımda da belə bir paylaşım eləmişdim. Bəzən bir-iki nəfər altına yazmışdı ki, bu da bilmir nətər gündəmə gəlir. Vallahi ürəyimdən keçən arzumu yazmışdım ora ki, ay Allah, bəs Zeynəb xanımın bir dənə nəyəsə paylaşmışdım. O paltarını kaş mənə bağışlayardı, nə geçə o paltarı geyinib konsert verərdim. Belə bir şey eləmişdim. Saytlar da paylaşmışdılar bu xəbəri, böyük bir xəbər kimi. Arzumu yazmışdım sadəcə. Biraz da qınadılar ki, bu da bilmir nə ilə gündəmə gəlsin. Gündəm nədir? Arzumdur da. Allah hamını arzusuna çatdırsın. Məni də o arzuma çatdırsın ki, mən elə bir konsert eləyim. Yeni yaşında Fədaya Laçın özünə nəyi söz verir və nəyi qadağan edir? Heç nəyə söz vermirəm, vallahi heç nəyə də qadağan eləmirəm özümə. Çünki özümə verdiyim sözləri həmişə pozmuşam. Məsəl üçün demişəm ki, bir də mən heç kimin toyuna havaya getməyəcəm. Gedirəm. Nə bilim, bir də mən belə eləyirəm. Ona görə də mən özümə verdiyim, özümə baxı. Özümlə olsa söhbətim həmişə düşür tez-tez. Bir də görsən, dalaşırıq eləyirik. Bax, söz verirəm, sonra sözümü pozuram, sonra düşürəm üstümə, özümü damlayıram. Nə qədər adam özünü damlayar. Ona görə yox. Fədaya xanım, sonunda sizə təşəkkür edirik. Həm bizi evinizə dəvət etdiyinizə görə, həm də işinizin bu qədər çox olduğu vaxtda bizə vaxt ayırdığınıza görə. Çox sağ olun. Belə bir ənənəmiz var ki, Ulduzlu Saatın qonağı ürəyindən keçən bir mahnını ya kiməsə hədiyyə göndərə bilərsiniz və yaxud ismarış göndərə bilərsiniz, fərq etmir. Onda mən son günlər, son anlar elə dilimə düşübdü, dilimin əzbəridir o mahnı. Zeynəb xanımın repertuarındandır. Elə onu oxuyum. Ünvanlı deyil. Tamam. Mənə dərd verib getmə, dərdimlə öləcəksən. Mənə dərd verib getmə, dərdimlə öləcəksən.
Hara baksan, hara baksan, hara baksan, sen beni göreceksen. Hara baksan, hara baksan, hara baksan, sen beni göreceksen. Den düşer karat ile, göz yaşın döner sile. Gözünü yumsan da bile, gözünü yumsan da bile, gözünü yumsan da bile. Sen beni göreceksen. Ah sen beni göreceksen. Hara baksan, hara baksan, hara baksan, sen beni göreceksen. Hara baksan, hara baksan, hara baksan, sen beni göreceksen. Böyle. Ah sen beni göreceksen. Hara baksan, hara baksan, hara baksan, sen beni göreceksen. Hara baksan, hara baksan, hara baksan, sen beni göreceksen.